Daşınan əmlakın yüklüyünü dövlət reyestrinin saytına daxil olaraq axtarış aparmaq mümkündür. Reyestrdə axtarışın aparılması üçün qeydiyyat tələb olunmur və tamamilə ödənişsizdir. Reyestrdə bildirişin nömrəsinə, hesabın növünə və seriya nömrəsinə görə axtarışın edilməsi mümkündür. Reyestrdə hesabın növünə görə axtarışı fiziki şəxslə bağlı onun fini, dövlət və ya bələdiyyə orqanı, habelə hüquqi şəxslə bağlı onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, xarici vətəndaşla bağlı onun pasportunun seriyası və nömrəsi, xarici hüquqi şəxslə bağlı onun latın hərfləri ilə tam adı ilə aparılması mümkündür. Reyestrə mövcud olan bildirişdə göstərilən məlumatlar reyestrdə axtarış aparan bütün şəxslər üçün açıqdır. Gəlin, fiziki şəxs üzrə məlumatlara axtarış verək. Fiziki şəxs üzrə FIN məlumatlarını daxil etdikdən sonra Axtar düyməsini tıkladıqda, axtarışın nəticəsi olaraq ekranda reyestrdən çıxarış məlumatlarını əldə edəcəksiniz. Burada mövcud olduğu halda yüklülük haqqında bildiriş məlumatları əks olunacaq. Bu məlumatlara bildirişin nömrəsi, qeydiyyat tarixi, etibarlılıq müddəti, yüklülük verən, borclu və yüklülük sahibi məlumatları, yüklülük predmetin təsviri və olduqda seriya nömrəsi əks olunur.